7 ay 7 gün əvvəl Prezident Administrasiyasının keçmiş rəhbəri uzun illər boz kardinal ünvanı hesab olunan Ramiz Mehdiyev istintaqa cəlb olundu. Bundan sonra illərlə onun və ətrafının, xüsusilə kürəkəni vurub yıxan əli olan keçmiş deputat İlham Əliyevin adına bağlı çeşidli qanunsuzluqların ardıcıllığına böyük ümidlər vardı. Ramiz Mehdiyev hazırda evində dustaqdı. Kürəkəni ailə üzvləri nəinki kölgəyə çəkilmir, əksinə milyonluq avtomobil kolleksiyaları ilə Bakı küçələrində əzələ gövdə nümayiş etdirir. Sanki hər kəsə meydan oxumaqla qürrələnirlər. Bu günlərdə sosial şəbəkələrdə yayılan İlham və oğlu Hikmət Əliyevlərin Bakı küçələrində hərəkət edən avtomobillərinin fotoları sadə bir həyat tərzinə ironiyadır, ağlasığmaz bir dəbdəbədən xəbər verir. Maraqlıdır ki, bu avtomobillərin demək olar ki, hamısı vahid bir seriya xəttinə 040 nömrə nişanına bağlanıb. Siyahı kifayət qədər zəngindir və hər birinin qiyməti 100 minlərlə manatla ölçülür. Təkcə bu maşınların bazar dəyəri milyonlarla manat təşkil edir. Keçmiş bir deputatın və onun gənc övladının bu dərəcədə nəhəng maliyyə resurslarına sahib olması hansı legal biznesin nəticəsidir. Bu resurslar uzun illər boyu sahibkarlar və dövlətin büdcəsindən müxtəlif yollarla mənimsənilən vəsaitlərin kiçik bir təzahürü deyil. Fotoşəkillərdə görünən cəmi avtomobilin ümumi dəyəri minimum 2,5 milyon, 3 milyon manat, təxminən 1,5-1,8 milyon dollar arasındadır. İndi isə gəlin bu qarajın təkcə yanacaq talanına baxaq. Bir maşının günlük benzin xərci orta hesabla 50 manatdır. Bu halda 6 maşının ümumi günlük benzin xərci 300 manat, aylıq benzin xərci isə 9000 manat, illik təkcə benzin xərci 108 min manatdır. Bunun üzərinə avtomobillərin illik sığorta haqlarını, xaricdən gətirilən xüsusi ehtiyat hissələrini, lüks təkər dəstlərini və ayda bir neçə min manat maaş alan xüsusi mühafizəçi sürücü heyətini də gəlsək, bu qarajın illik saxlanma xərci 100 minlərlə manat edir. Azərbaycanda minlərlə ailənin aylıq dolanışıq büdcəsi minimum əmək haqqı 400 manatdır. Bu, oliqarx övladının cəmi bir neçə günlük benzin puluna bərabərdir. Ramiz Mehdiyevin dövlət idarəçiliyində olduğu 10 illiklər ərzində formalaşan bu kölgə iqtisadiyyatının və qanunsuz varlanmanın bariz nümunəsi olan 040 kolleksiyası sadə bir avtomobil sevdası deyil. Bu, xalqa və dövlətin apardığı antikorrupsiya siyasətinə qarşı açıq-aşkar bir çağırışdır deyə Müsavat.com-da yayımlanan məlumatda qeyd olunur.